Allah Resulü Səlləm zamanında onun yetişdirdiyi səhabələrdən günah edən olmayıb məyər? Olub, qardaşlar. Günahsız, unutmayın, günahsız qul yoxdur. Qudsi hədis var. Allah Subhanahu taala deyir ki, əgər deyir, siz yer üzündə günah işləyib arxasından tövbə etməsəydiniz, mən sizin hamınızı həlak edər və sizin yerinizə günah edib arxasından tövbə edən bir qövm yaralardım. Bəs yaxşı, günahkara İslamın baxışı nə yöndədir, qardaşlar? Günah edən bir bəndəyə Allahın və Rəsulunun, Allahın kitabında və Allah Rəsulunun sünnəsində münasibət necədir? Rasulullah sallallahu aleyhi və səlləm dəfələrlə hədis şərifdə deyir ki, qardaşlarınızı şeytana tərk etməyin. Yəni, düşdüyü bataqlıqdan əlinizi uzadın, çəkin, götürün, çəkin yanınıza, dəvət edin, nəsiyyət edin. Bunu canlı-canlı Rasulullah sallallahu aleyhi və səlləm tətbiq edib, ondan sonra gələn Raşid xəlifələr hamısı bunu tətbiq edib. Bugün, əziz qardaşlar, elə bir zamandayıq ki, günah işləmək savab qazanmaqdan daha rahatdır. Savabın çətinləşdiyi bir fitnə dövründə yaşayırıq.